Allah hər adamın qarşısına elə günah çıxardacaq mütləq ki, ona dözmək çətindir. Yoxsa ki, hamı üçün eyni günahlar olsaydı, biri üçün o qədər bizim siyaha tutaram ki, günahlar var ki, bizim yadımıza düşmür onlar. Mənim yadıma düşmür, sənin yadına düşür, sənin qabağına onu çıxardacaq. Səni onunla imtihan olunacaq, eləyəcək. Mən onunla imtihan eləməyəcək, bu mal kiminsə malıdır, götür ya götürmə. Mənim üçün imtihan deyil. Mənim heç ağlıma gəlmir ki, kiminsə malını götürün cibimə qoyun. Amma bir başqası üçün o imtihandır. İmtihanlığı nədədir? Səbr etməkdə. Mövzu itayətə və günahdan çəkinməyə səbr eləməkdədir. Əmsal budur, ölçü budur, şəxsiyyətin meyarı budur. Günahdan çəkinməyə dəyər verən səbirdir. Hansı günahdan çəkindin? Çətin idi? Bəli. Səbr elədin? Bəli. Buyur cənnətə. Yoxsa yox. Hər günahdan çəkinməyə cənnət verməzlər. O yaxşılıqlar ki, səbirlə idi, o yaxşılıqlara qiymət verəcəklər. Onu etmək üçün səbr lazım idi. O pisliklər ki, səbrlə tərk eləməliydin, onlara qiymət verəcəklər. Sən itayətlər içində keyfə uyğunları seçmirsən, bir xətt düzəltmirsən, itayət xətti istəyirsən, bundan gedəsən, yox, mütləq hadisələr alt-üst eləyəcək. Allah alt-üst eləyəcək hadisələri. Bir hadisə çıxardacaq qabağa ki, səndən tələb olunan bir itayət növü var ki, istəmirsən geri o itayət eləyəsən, səbr eləyəsən, itayətin çətinliyinə. Bütün şey burada həll olur. Burada qiymət verilir. Buna uyğun sən cənnət alırsan, cənnət qazanırsan. Allah çətinlik çıxardacaq, hadisələr çətinlik çıxardacaq, özünü aldatma. İtayətin elə bir növü lazımdır ki, qarşılaşacaqsan ki, o itayəti çətin eləyəsən. Bir adam itayət eləyirdi öz istədiyi kimi. Xoşuna gəlir də, itayətin bəzi növləri var, bizim xoşuna. Bir gün deyəcəklər ki, bunu elə. Bu itayətin bu növünü ki, heç ürəyin istəmir onu eləmək. Sən səbr eləyib o itayəti edəcəksən, ya etməyəcəksən. Həll edici məqam budur. Hadisələri bir gün elə cərəyan elətdirdi ki, ən xoşlamadığın itayət çıxdı qabağıma. Vay bundan çəkinirdim, gəldi çıxdı qabağıma, deyə göstər özünü. Səbrü göstər, səbrü. Səbrün nə qədərdir? Çünki çətin hadisədə səbr lazımdır. Allaha yaxınlaşmaq səbirlə mümkün olur, ibadətlə yox. Allahla münasibət, Allaha yaxınlaşmaq ibadət itayətlə deyil. Hərçənd ki, bəzi yerlərdə deyir, ibadətlə Allaha yaxınlaşsan. Sözün başqa şeydədir. Allaha yaxınlaşdıran səbirdir. Hansı şeylərə səbr edirsən, o sən Allaha yaxınlaşdırır. İbadətin hər növü yox. Yaxınlaşdırar bir zərrə. Amma səbir sən Allaha yaxınlaşdırır. Elə bir quruq düzəltməyin çevrə, quruq özüm qəsdən deyirəm, belə cəmaat işlədir də, bir çevrə düzəltməyin ki, hamı bir-birinə xasiyyətcə uyğundur. Səfərə də çıxanda, mən otaqda filan kəslə sal. Niyə görə? Heç birində bir ziddiyyət yoxdur da. Bəzi adam var çətin deyib, məndən uzaq elə onu, bu ziyarətə gedib, Kərbəlaya. Amma özünə uyğun quruq düzəldir çevrə, rahat. Adamlara dözmək, bir-birinizin ziddiyyətlərinizə dözmək. O adamları yığma başına ki, o səni tərifləsin, sən də onu. Səbr elə, münasibətlərdə gərginlik yarana bilən anlarda. Günahı tərk etməyə səbr elə. Bəzi günahlar var ki, biz onsuz rahat tərk edirik. Onda deyil axı məsələ. Məsələn deyəm, mən oğurluq eləmirəm. Mənim üçün şəxsən oğurluq eləməmək böyük bir şey deyil. Ona dəvət eləmir, o asan məsələdir. Mənim üçün. Ona qiymət vermir. Hardakı itayətə və günahdan çəkinməyə səbr eləyirsən, o ilə ölçülür şəxsiyyətin. Hansı yerlərdə çətindir, o ilə ölçülür. Dözümsüzlük etmə, dözümsüzlük etməklə dərdin yüngülləşməyəcək. Dözümsüzlük dərdi yüngülləşdirmir, daha da ağırlaşdırır. Hamının dərdi var, fərqi yoxdur, dindar, qeyri-dindar. Dözümsüzlük dərdi ağırlaşdırır, daha da çətinləşdirir. Dözüm dərdi yüngülləşdirir. Praktiki bir göstərişdir. Dözümlü ol ki, çətinliklər sənə əziyyət verməsin. Çətinliyin qarşısında nə qədər özünü itirsən, dözümsüzlük eləsən, bir o qədər o çətinlik sənə çox əziyyət verəcək. Bəzi həqiqətləri anlamaq üçün ancaq səbir lazımdır adama. Yəni, bəzi şeyləri başa düşmək səbirli insanlara müyəssər olur. Deyir ki, qiyamət günü mən mükafatı ona görə verəcəm ki, onlar səbir elədilər. Və onlar nicat tapanlardır.